Salam əziz magistr olmaq istəyən tələbələr. Hər vaxtınız xeyirli olsun. Mən Rus dili müəlliməsi Şəhla Səfərova, Magistr ol tədris mərkəzində Rus dilini tədris edirəm. Mən sizə imtahan qabağı magistrlər üçün imtahana düşə bilən sualların izahını vermək istəyirəm. Müəyyən qədərinin izahını vermək istəyirəm. Buyurun, gəlin suallarla tanış olun. Birinci sualımız belədir. В каком предложении выделенное слово употреблено в прямом значении? Выделенное sözü seçilmiş söz deməkdir. Yəni bu söz seçilmiş. Həmin seçilmiş sözlər də ya əlyazma ilə ola bilir, ya da ki qara hərflə verilir. Gəlin əvvəlcə seçilmiş sözlərin altından xətt çəkək. Sonra bir-bir onları oxuyaq. Uyğun gələn variantı seçək. Yəni həqiqi mənada olanı biz seçməliyik. Чудесные исчезают. Möcüzələr yox olur. Necə yox ola bilər? Не бери золото, принимай благодарность. Qızılı götürmə, amma принимай bu bir deyimdir, atalar sözüdür. Amma təşəkkürü qəbul et. Təşəkkürü necə qəbul edirlər? Yəni təşəkkürü qəbul etmək qızıldan da önəmlidir. Yəni məcazi mənada deyilir. Komissiya пришла правильное заключение. Komissiya doğru bir fikrə gəldi. Fikrə necə gəlib çıxmaq, sonluğa necə gəlib çıxmaq olar? Пришла sözü gəlmək deməkdir. Yəni bunlar məcazi mənada deyilir. Y variantına baxaq. Куда заглядывает солнце? Günəş ha tərəfə boylanıb baxır. Yəni adətən insanlar boylanıb baxa bilirlər. Demək bizim doğru variantımız D variantıdır ki, Отец вернулся из города. Ata şəhərdən qayıtdı. Yəni burada heç bir məcazilik olmadığına görə biz D variantını götürmüş oluruq. İkinci, второй. Укажите ошибку. Yəni biz səhvi tapmalıyıq. Mötərizədə verilən sözlər kursivi slova, yəni burada verilən sözlər paronim sözlərdir. Əgər qara hərflə mötərizənin qarşısındakı olan söz uyğun gəlmirsə, demək həmin variant səhv variant olacaq. Gəlin A variantına baxaq. Orqanizm əvvəlcə paronimi də müəllimə desin ki, nə deməkdir? Paronimlər deyilişinə və yazılışına görə oxşar sözlərdir. Mənasına görə tamamilə fərqlidir. По звучанию, по написанию они похожи, но по значению совсем другие slova. Yəni mənasına görə tamamilə başqa sözlərdir. İndi baxaq. Həmçinin sonu içnıy. Baxın, burada sizin üçün sizə kömək məqsədi ilə içnıy, levый, ценный ilə bitən paronimlər insan və insan xüsusiyyətlərini bildirən paronimlərdir. Baxın, orqanizm человеческий, insan orqanizmi ola bilir. Demək, bu doğru variantdır. Tak, bu doğru variantdır. Yəni, biz bunu götürə bilmərik. Bizdən də səhvi soruşur. Человечный, insani deməkdir. Волосы, saçlar deməkdir. Şelkovistə, ipəkvari saçlar olur. Amma şolk sözü özü ipəkdir. Şolkvi, materialı şolkvi ola bilir. Ona görə bu B variantı da, yəni doğru variantdır. Biz onu götürə bilmərik, amma bizdən səhvi soruşur. Forma şkolnaya, məktəbli forması ola bilər. Blюдо yeməkdir. Bu da demək doğru variantdır. Blюдо yemək deməkdir. Сытый toxdur. Сытый человек bывает, правильно? Сытный, doyumlu yemək. Bu da doğrudur. Demək bizim doğru variantımız, burada səhv sayılan doğru variantımız universitet texnический olacaq. Çünki yenə də sizə xatırlatma edirəm. Sonu içnıy, levый, ценный ilə bitən paronimlər insan və insan xüsusiyyətlərini bildirən paronimlərdir. Ona görə doğru cavabımız olur C variantı. Tretyi, составьте tekst, mətn qurun. Gəlin mətnə baxaq. Baxın, adətən mətn quranda İçində defislə olan fikirlər çox olur. Yəni 80%, 90%, yəni defislə olan fikirlərlə başlanır. Bəzən də rəqəmlərlə başlanır. Yəni illərlə başlanır. Həmişə biz aşağı rəqəmlərdən yuxarı getməliyik, düzdür? Yəni burada əgər 1969 varsa, amma birincidə 2005-ci il varsa, əlbəttə biz birinci 4-dən başlamalıyıq. Əgər 4-dən başlayırıqsa, bütün variantlar burada gedir.
Demək, qalır A variantı. Amma yenə də müəllimə sizə onun izahını vermək istəyir. Adətən də qəbulda doğru cavablar iki variant arasında olur. Baxın, в 1969 году вышел роман французского писателя Жоржа Перека La Dispersion. Yəni 1969-cu ildə fransız yazıçı Жоржа Pereka'nın fransız dilində romanı çap olundu və romanın adı burada deyildi. 2 gəlir. Одной из ключевых особенностей романа стало то, что в нем не было ни одной буквы «е». Əslində fransızlar danışanda Y hərfindən çox istifadə edirlər. Amma bu romanın bir xüsusiyyəti o idi ki, əsas xüsusiyyəti o idi ki, bu romanda Y hərfi yox idi. Demək 4-dən sonra 2 gəlir. Такому же принципу без буквы «е» книга была переведена на английский, немецкий, italyanski yazığı. Və belə bir prinsiplə, yəni Y-siz olan, hərf olaraq Y-siz olan bu roman müxtəlif dillərə, ingilis, alman, italyan dillərdə tərcümə olunur. Və sonda da в 2005 году роман вышел на русском переводе Валерия Кислова под названием «Исчезновение». Baxın, burada da məntiqi bir исчезновение yox olmadı. Elə həmin romanın içərisində Y hərfinin yox olması. Ona görə 4, 2, 3, 1 daha doğru variantdır. Значит, правильный ответ вариант А. Keçid alırıq 4-cü sualımıza. Укажите предложение с речевой ошибкой. Cümlədə olan bir səhvi tapırıq. Bəzi rечевой sözünə tələbə qəribə baxır, amma burada elə səhvdir. Yəni nitqdə olan bir səhv. Biz 20 учащихся было только трое. Baxın, rus dilində toplu sayılar var. Dvoye, troye, 2-dən başlayır 10-a qədər. Yəni cəmi 9 toplu sayı var. Mən onu sizə bir xatırlatma edim ki, bu toplu sayılar женский rodun qarşısında işlənə bilməz. Sredni rod orta cinsin qarşısında işlənə bilməz. Cansız murskoy rodun qarşısında işlənə bilməz. Demək bunlar işlənir canlı murskoy rodun qabağında. Bunlar işlənir heyvan balalarının sayını bildirmək üçün. Они обозначают число детенышей животных. Sonra bunlar işlənir местоимение нас, вас, их. Bax burada qeyd edirəm sizin üçün. Нас, вас, их. Aha, bunlar işlənir obşa rodun qarşısında. Obşa rod bilirsiniz ki, sonu ayla yayla bitən xüsusiyyət bildirən. Məsələn, umnitsa, sirata, например, lakomka. Bunlar işlənir ancaq cəmdə olan isimlərin qarşısında. İndi burada troye malçikov çünki canlı isimlərin qarşısında işlədiyinə görə bu doğru variantdır. Bizdən isə səhvi soruşur. Bayaq sizə dedim ki, женский rodun qarşısında işləmir. Əgər podruga sözü женский roddusa, 4 podrug olacaq. Ona görə четверо ola bilməz. Buna görə bizim səhv variantımız B variantıdır. Burada da semero sportsmenov, sportsmen murskoy roda olduğuna görə canlı işlənə bilir. Длится не больше 2 minut. Heç bir problem yoxdur. Зародилась 2000 лет назад в Греции. Heç bir səhv yoxdur. Demək bizim doğru variantımız oldu B variantı. 5-ci sualımıza baxırıq. Дополните предложение. Burada məntiqlə biz cümləni tamamlamalıyıq. Никогда не терять терпение. Bu deyimdir. Yəni пословица поговорки. Bu bir поговоркаdır. Heç zaman deyir səbrini itirmə. Это последний ключ, открывающий все двери. Çünki biz bunu çox eşidirik rus dilində deyə. Mən ona görə birbaşa sizə cavabı deyirəm və məntiqlə də uyğun gəlir cümlə. Çünki bu bütün qapıları açan sonuncu açardır. C variantını çox da gözəl bir məsəldir. Biz C variantını burada götürmüş oluruq. 6-cı suala baxırıq. Словом старательный. Старательный çalışqan deməkdir. Və bu çalışqan sözünün qarşısında həmişə canlı isimlər olacaq. Значит, исполнитель icraçı deməkdir. Bu bir götürürük. İnstrument cansız olduğuna görə götürə bilmirik. Ученик şagird götürürük. Trud əmək olduğuna görə, cansız olduğuna görə götürmürük. Obraz tərz deməkdir. Жизнь də həyat. Demək hansı variantımız oldu? 1, 3, C variantı. Və sonuncu 7 rəqəmi mənim ən çox şanslı rəqəmimdir. İnşallah 7 rəqəmi sizə də düşərli olsun. Və bugün sizə 7 sualdan ibarət qəbula düşə bilən qəbul tipli testlərin izahını verirəm. Определив по какому морфологическому признаку подобрано слово. Укажите лишние. Yəni morfoloji xüsusiyyətinə görə,
Fərqli sözü biz buradan tapmalıyıq. Gəlin sözlərə baxaq. Sözlər hamısı ümumiyyətlə znakla verilib. Baxın, biz məsələn, sözün muşko jenski rod olduğunu bilmək üçün qarşısına biz demək причащательный местоимение atırıq. Yəni biz ona atırıq əvəzlik qarşısına atırıq və onun mənsubiyyət bildirən əvəzlik daha doğrusu və daha əminli oluruq. Уровень səviyyə deməkdir. Мой уровень deyirik. Моя уровень deyə bilmirik. Və yaxud o sözü родительный падежə salırıq. Əgər A-ya qəbul eləyirsə, demək olacaq мужской rod. Əgər I qəbul eləyəcəksə родительный падежdə, demək olacaq женский rod. Огонь огня deyirik. Мой огонь. Полдень, день, мой день, дня. Камень, дождь deməkdir. Нет камня. Правильно? Нет огня, например. Вот. Значит, hansı variantımız doğru oldu? Demək, A-da, C-də, D, Y hamısı mужской rod oldu və B variantı isə ладонь, овощ deməkdir. Oldu женский rod. Mənim tələbələrim magistr rol tədris mərkəzində təhsil alan bütün tələbələr artıq женский roda мягкий знакla olan sözlərini, мужской roda мягкий знакla olan sözlərini çox əzbərdən bilirlər. Artıq öyrəniblər. Hətta tərcümə ilə. Sizin hər birinizə uğurlar diləyirəm və tez-tez izləyin bu kanalı və mənə tez-tez rast gəlmiş olacaqsınız. Hər birinizə bir daha uğurlar.